Demiştin ki istifadə edəndə özünü rahat hiss edirsən. Hə. O olanda rahat oluram, gülümsəyirəm, nəfəs alıram. Hər şey yaxşıdır, xoşbəxt oluram. Bəs təsir keçəndə Boşluq olur, boşluq hissi olur. Amma yenə istifadə edəcəklər. beyin artıq kimyəvi maddə olmadan sevinməyi unudur. Sən xoşbəxtliyi asılılığından səhv salırsan. Amma mənə yaxşıdırsa fərqi nədir? Çünki o yaxşı sənin yaxşın deyil. Bu illüziyadır. Səni yavaş-yavaş yox edən illüziya. Sən sadəcə sınamamısan. O hissində olanda elə bir uçursan, heç bir ağrı hiss eləmirsən. Bəs sonra düşəndə səni kim tutur? Bunda bir sıra var ki, nə pisliyi var?